Elə bilsən səni heç kim təbrik eləmədi, qaldın belə. İndi gör paytaxt sakinləri səni necə təbrik eləyəcək. Rahim, getdik. Tutu, az deyin. Gündə bir dəfə yeyirsən, səhərdən axşama gəlir. Gün olar xarici ölkədən səsin gələr. Təbrizdə belə yaltaldıq. Tutu bəs Elmira ilə məzələndin. Kənan nətərdir? Türkan, WhatsApp-a əziyyətlə yazdığın saçların bəhrəsini görəsən. Tutu, sən çox istəyəm. Sənə həmişə demişəm ki, özünün dəyərini bil. Başqalarının yanında özünü küçümsəmə. Və layiq olan xoşbəxtliyə bir gün mütləq çatacaq. Bir söz var ustalarda, deyir ki, черная полоса не доходит до конца. Yəni, qara liniya heç vaxt axirədək gelmir. İnşallah sənin də həyatında ən xoş günlər olacaq bu yaşdan etibarən. Öpürəm səni çoxlu-çoxlu. Evlən, inşallah. Nə desən? Deyirəm ki, inşallah da 23 yaşında evlənərsən, təpiyi vurarıq, gedərsən ki, belə təpiyi. Belə təpiyi. Abetdə dava sal, hara getdik, dava sal, qırğınsal, nəysə. Bir də bu xasiyyətin olmasa pis qız döyürsən. Zarafatsız, həmişə sən sevgi arzulamısan da. Mən istəyirəm ki, sən həqiqətən də saf sevgi tapasan özün üçün. Yaxşı olsun. Türkan, sən bu xəyallarda nə vaxt verəcəksən? Bugün ayın 29-udur. Türkan 23 yaşı olur. Onu deyim ki, 6 ildir Türkan. 2008-ci ildən 2014-cü ildir. Mən səndən heç cürə canımı qutara bilmirəm. Universitet qutardı, sevindim ki, yes. İşə gəldim, görməyəcəm sifətini. Təəssüf nəticəsində biz bir yerdə işləmək məcburiyyətində qaldıq. Öpürəm səni, mutlu ol. Deməli, təzə rəsəm işə gəlməmişdən öncə Leyla bir gün qaçmışı gəldik ki, qızın xəbəriniz var, mənim qrupulaşım gəlir bura. Təbii olaraq mən sevinmədim sənin gəlişinə, yəni amma sonradan sən, çünki sevinmədim ona görə ki, Leylanın heç yanı paylaşmağı sevinirəm, özünə bunu bilirsən. Amma sən gələndən sonra bir müddət düzdür, sənlə yola getməylə didişirdik hər gün, günü bugünə qədər də didişirik, sakin oturduğumuz yerdə bir yana dava qopur bizdə. Bu il səndən xeyir xəbər eşitdim, mən də canım səndən qutarsın, daha gecə saat 3-də, 4-də, 5-də mənə SMS yazmayasan ki, ürəyim doldu. Xalq xoşbəxt ol, hər şeyin ən yaxşısına layiqsən, doğrudan da.